Xurmanın üstünə kül tökərək bəkməz hazırladım. Bizim zonada Qaxsaqdala Balakəndə hər xurma sezonu gələndə xurmanı qurutmaqla yanaşı ondan bəkməz də hazırlayırıq. Xurmanı da tam lalıqlayan yığmalısan ki, bəkməz axırda hazır olanda ağzı bürüşdürməsin. Xalam da əvvəlcədən tapşırmış ki, Tahir, ancaq lalıqlayanları yığarsan. Mən də baş üstə deyib, yetişən xurmaların çoxu üst budaqlarda olduğundan lazımı qədər xurmanı tez yığıb bitirməkdən ötürü arada tam yetişməyəndə yığdım. Başda bilməsə də videoya baxandan sonra geri çəkə biləcək olan xalama sənə çox istədiyimi deyib vloqumu davam elətdirirəm. Xurmanı qaba töküb yaxşıca əzişdiririk. Sonra müəyyən qədər üzərinə kül tökürük. Xurmaya külü ona görə tökürük ki, isti su olan qazanda olarkən çürütsün. Həm tərkibindəki minerallar su ilə birlikdə ayrılsın, həm də bürüşdürməsin. Davamında kisəyə yığıb sallayırıq ki, suyu süzülsün. Ara bir də sıxırıq ki, suyu tez-tez süzülsün və proses daha da tezləşdirilsin. Süzülən suyu təmiz parçadan əskidən götürüb bir daha süzürük və tiyana əlavə edib bəkməzin hazır olmasını gözləyirik. Şirəsinin az və ya çoxluğuna görə ortalama 2 saata bəkməz hazır olur. Xurmanız yoxsa sizə xurma və bəkməzi göndərən dostlarınız arzu edirəm. Ləzzət dadan bəkməzi hazırlayıb çəkib göstərmək məndən, məni takib edib videolarımı bəyənib paylaşmaq sizdən. Növbəti vloqlarda görüşənədək.